İctimai Radio təqdim edir. Nərmin Aşurzadə və Yusif Qasımovla bu həftə iş dünyasında baş verən əsas hadisələrin icmalı başlayır. Axşamınız xeyir dəyərli dinləyicilər. Əgər mən və Nərmin studiyadayıqsa, demək ki, necədir? 5-ci gündür, axşamdır, saat 8-dir və yenə həftənin icmalı efirdədir. Nərmin, bu arada mən bugün onu düşünürdüm ki, biz bugün bu haqda danışanda, ümumi mövzulara toxunanda bizim spesifikamızdan danışmaq istəyirdim ki, mənə çox xoş gəlir ki, biz səninlə burada bir real hekayələrdən danışırıq və xüsusi belə, necə deyim, hazırlıq prosesi yoxdur da. Bax, sən bunu deyəcəksən, mütləq sən ssenari üzrə sonra onu deyəcəksən. Mən müdürüm elə bilmirdi. O elə bilir, mən buna günlərlə hazırlaşıram, işləyirəm hər gün. Mən səni pozmuşam da bu mövzuda da. Hə, sən göndərirsən mövzuları, amma elə bil ki, burada o mövzular açılır və mənə 2 qat çox xoş gəlir ki, məhz bu məcrada bunu aparırıq. Onda birinci mövzu nədir deyim? İstəyirsənsə dərhal mövzuya keçməyə buyur. Təbii ki, bəlkə əlavə nəsə demək. Sən mənim fikrimi soruşmaq istəyirdin ki, necə baxıram buna? Təbii. Çox yaxşı. Canlıdır, düzdürmü? Yəni hiss edirsən də onu. Tamamilə. Yəni ki, rahat mövzuları müzakirə. Ürəyimiz nə istəyir, o mövzuda danışırıq. Əslində biz həftə içi hər gün belə olur bizdə. Müxtəlif sahələrdən olan qonaqlar gəlir və onlarla birlikdə düzdür, səndən olanda daha bir başqa cür olur, amma onlarla da elə çünki insan işi haqqında danışırsan və düşünürəm ki, yəni burada artıq rahat nə düşünürsə, nə edirsə onu da danışmaq. Buna xüsusi əvvəclə hazırlaşmaq, əzbərləməyə ehtiyac yoxdur. Yox, təbii ki. Mövzular özlərinə görə, yəni çox belə danışılası mövzulardır, çox seçici mövzulardır. Yəni baxıram da belə. İşləyir və yəni bugünkü mövzuları da bilirəm deyə, amma yəni ki, onlar haqqında da detallı danışacağıq. İstəyirsən artıq keçid edə bilərsən. Hə, icazənlə. Biz həftənin birinci günü iqtisadçı Eltac Cavadzadə ilə həmsöhbət olduq. Onunla birlikdə müzakirə edirdik ki, gənclərin layihə idarə etməsində iştirakı və yeni baxışları. Əla. Sən bu sözü eşidəndə gənclər, ağlına neçə yaş aralığı insanlar gəlir? Mən özümü də ora saladım o aralığa, çox gəncəm. Bəli. Bilmirəm, statistikaya görə də 45-ə qədər. Hə, mən də eşitmişəm belə bir şey, amma onları qoyuruq qırağa. Daxilən necə özünü hiss edirsənsə, eləsən. Əgər gəncdənsə, daxildən demək ki, özün də gəncsən. Amma mövzu həqiqətən aktual mövzudur. Mən dəfələrlə bu mövzu haqqında eşitmişdim. Amma istərdim öz mövqeyimi hələ ki qoyum qırağa, görüm ki, siz nə haqqında ümumiyyətlə diskussiya etmisiniz. Biz danışırdıq ki, ümumiyyətlə Eltac deyir ki, ona əslində özü gəncidir, amma ona sən demə gənclərlə işləmək daha çətindir. Məsələn, vurğulayır ki, çünki gənclər azla qane olmurlar, daha çoxunu istəyirlər, tələbləri yüksək olur, öz komandalar yaradır özünün və hər hansı bir layihəni götürür və işlədirirlər. Eltac deyir ki, məndə məsələn yaşca daha böyük insanlarla mənə işləmək rahatdır. Çünki orada bəlli bir qaydalar falan əvvəlcədən hər şey, yəni öyrəşiblər artıq belə, amma gənclər artıq gəlir, qane olmur, onu istəyir, bunu istəyir və ona görə onun üçün bu biraz çətin idi. Bu məni təəccübləndirdi. Çünki mən bilirəm ki, adam gənc olanda gənclə işləmək daha rahatdır. Amma nəsillər mövzusu yenə gəldi də ortama. Hə, bizdə demək olar ki, artıq həmişə belə olur. İnanırsan. Hər toxunur da, baxma da. Nədən danışırsansa, təbii ki, əsas mövzu insandır. İnsandan danışırsansa fərqli yaşlara görə. Bəli. Belə olur. Amma mənim orada diqqətimi ən çox çəkən məqam oldu ki, mən məsələn ondan soruşurdum ki, Eltac, siz komanda adam yığanda ən çox hansı xüsusiyyətlərinə fikir verirsiniz? O adamdan nə tələb edirsiniz? Səncə nə cavab verdi? Ağlıma nəsə gəlir, məsələn, nə deyə bilər? Ağlıma gəlir. Loyallıq bəlkə. Uzun müddət, yəni loyallıq sözünü nəzərdə tutanda deyirəm ki, yəni uzun müddətə birlikdə əl-ələ verib getmək məsələsi. İndi cavaba bax. Problem həll etmə bacarığı olmalıdır. Bu bir. Maliyyə savadlılığı yüksək olmalıdır, büdcə idarə etməyi güclü bacarmalıdır. Yox, yəqin baxıransı vəzifəyə onu təyin edəcəksiniz də. Yəni bilirsiniz necədir? Mən düşüncəmdə özünün maliyyə büdcəsini idarə edə bilməyən adam bir çox şeylərdə uğursuzdur. Əgər öz pulunu düz idarə edə bilmirsə, yəni kiminsə krediti varsa, indi siz onu işə götürməyəcəksiniz. Yox, elə bir mənası yoxdur. Mən yəni yenə baxacam da həmin adam ki, mənim yenə dəyərlərimə uyğundur. Bəlkə başqa üstünlükləri var, mənim işimə belə deyək də faydası toxuna bilər. Bəlkə krediti düzgün şəkildə idarə etmə məsələsi var orada da. Nərmin Aşurzadə və Yusif Qasımov iş dünyasının həftəlik icmalını təqdim edir. Və birinci gündə elə əsasən bu məsələ haqqında danışırdıq. Mənə Eltacın fikri çox
açıq təəccübləndirdi. Çünki heç vaxt işə götürənlər gəlib burada onu deməmişdi ki, mən birinci onu baxıram ki, maliyyə savadlılığı nə qədərdir, ayın sonuna qədər maaşı çatdıra bilirmi ya yox. Belə deməmişdilər, amma Eltajla danışandan sonra yadıma düşdü ki, əslində bununla bağlı müxtəlif doğrudan fikirlər var ki, insan məsələn pulun düz idarə edə bilməyəndə, məsələn həftə deyək ki, gəlir həftənin sonuna, ayın sonuna doğru çatmır. Son həftə var ha. Orada artıq başa düşür ki, pulu yoxdur və o işə fokus ola bilmir. Daha çox fokus olur ki, pulum yoxdur. İndi mən pulu necə çatdırmalıyam? Bu pulu necə idarə? Yəni motivasiyası biraz aşağı düşür. Fikri dağınıq olur. Depressiyaya hətta düşə bilər, əgər kifayət qədər borcu falan yaranırsa. Ona görə bu birbaşa təsir edir ki, əməkdaşlar, yəni hər bir əslində menecerin marağında olmalıdır ki, əməkdaşların maliyyə savadlılığı qaydasında olsun ki, onların məhz buna görə fikirləri dağılmasın. Ağlında olması normaldır, amma bu meyardırmı? Mənim üçün sualdır bir və mən düşünürəm ki, Eltaj bəy bunu işə götürən kimi yox, maliyyə yönümlü bir layihə rəhbəri kimi cavab verirdi. Mən belə hiss elədim. İqtisadçı kimi mən belə hiss elədim açığı. Çünki işə götürənin yalnız bu meyar əsasında seçim etməsi real deyil. Bu reallıq da onu göstərir ki, müxtəlif rakurslardan baxır. Bu da bir hər hansısa bir siqnal ola bilər, amma yekun siqnaldır və həllverici bir məsələdirmi bu? Mən düşünmürəm belə. Amma layihə nöqteyi nəzərdən və iqtisadçı nöqteyi nəzərdən ola bilsin, onun əsas məqamı ondan ibarətdir və yekunda qərar verəndə Eltaj bəy məhz buna toxunur və komandasını bu meyarlar əsasında formalaşdırır. Amma mən məsələn əgər öz komandamı yığası olsam, müdir olsam bir gün, Allah göstərməsin. Yusif niyə nə deyirsən? Amin demək lazımdır. Hə, müdir olsam bir gün, onda necə adamlar? Mən ilk, birinci, dərhal baxaram ki, nə qədər təşəbbüskardır. Əgər çox təşəbbüskardırsa onu deyil, amma sadəcə danışır yox da. Başa düşürsən ki, eləmək istəyir, çox həvəslidir, çox həyəcanlıdır. Bax o həyəcan var, onu görmək istəyirəm. Mən elə insanı demək odur ki, birinci mərhələdən keçdi. Burada hər şey yaxşıdır və daha sonra artıq digər texniki tərəflər, məsələn, işi nə qədər bilir, nə qədər bilmir və s. komandaya uyğunlaşa bilərmi ya yox, mənlə yola gedə bilərmi ya yox, məsələn, onlara da baxaram. Amma birinci nə qədər həvəslidir. O gözlərində o qığılcım varmı? Eləmək istəyirmi? Bax, mənim üçün əsas meyar budur. Səndə? Haqlısan, əslində təşəbbüskarlıq yaxşıdır. Yaxşı vurğuladın ki, təşəbbüskarlığın əsasını təşkil edən o hər bir məsələdə A-dan Z-yə kimi onu aparmaqdır. Yalnız təşəbbüs deyib və yarı yolda qoymağın bir işi yoxdur və necə deyirlər, onun arxasında bir durmaq var da, düzdürmü? Amma məsələn, bundan əlavə mən hətta bunu da vurğulayardım ki, mənim üçün nə vacibdir? Həmişə vurğulayıram, onu əslində bir yenilik bir deməyəcəm, kimya. Həmişə eşidirsən də, mən bunu vurğulayıram. Kimya nə deməkdir, nəyi nəzərdə tuturam? Hardasa kəsişməlidir də bizim ya fikirlərimiz, ya da yox, fikirlər kəsişməyə də bilər. Dəyər və prinsiplərimiz kəsişməlidir. Ümumən, strateji olaraq, konseptual olaraq baxışlarımız eyni olsun, amma yolda razılaşmasaq da olar, hər hansısa bir sağlam konfliktlərimiz də olsun, mən çox sevinirəm. Çünki o olmayanda süynilik var demək ki. Və təşəbbüskarlıq, aktivlik, mən hətta cəsarətli insanları çox sevirəm. Azlıq təşkil edir, təəssüf olsun bu aralar. Sən kimə, nəyə cəsarət deyirsən? Proaktivlik, mövqeyini demək, bildirmək, narazıdırsa bunu bildirməkdən qorxmamaq, şəffaflığı sevənlər, diskusiyaya açıq olanlar, düşünməyənlər ki, bəs mən bunu desəm mənim haqqında nə düşünərlər. Mən bu arada sual mövzusundadır bu cəsarət, mən boşluğu görürəm axır zamanlar. Sual verməkdən çəkinir insanlar. Əməkdaşlar, insanlar ki, mən sual versəm bilməmiş kimi qələmə veriləcəyəmmi? O məktəb vaxtından var ya bizdə. Qorxurduq hətta ki, bildiyimiz ya da müəllimin səhvini tutanda, bilməm, hər kəs belədir, amma mən məsələn çox cəsarətli deyildim. Rahat öz sualımı vermirdim ki, birdən nə başa düşərlər. Bu arada sən dedin, mən bir dənə case yadıma düşdü. Bu yaxınlarda baş vermişdi, bir ortamda əyləşmişdik. Nəsə söhbət düşmüşdü ki, deyir ki, mən öz iş yerimdə həmkarıma sadəcə sual verdim. Sadəcə ümumi ortamda sual verdim. Həqiqətənmi düşünürsən ki, belədir, bu tipli bir sual verdim. Reaksiyası o qədər deyir aqressiv idi. Bilirsən necə? O an ona elə gələ bilər ki, məsələn, biz sual verə bilərik, heç bir orada qərəz filan yoxdur, amma qarşı tərəf elə gələ bilər ki, biz onu çətinə salmaq istəyirik. Əslində məqsəd budur. Və ola bilər ki, o ortamda kim olub? Bəlkə müdirin yanında elə sual verib ki, onu çətinliyə salır. Bax, mövzu da odur da. Birincisi güvənin olmaması, ikincisi ətrafda kim idi? Yenə cəsarətdir də.
Və mən də elə belə bir reaksiya verdim ki, yəni hələ də bu varmı? Yəni belə bir şeylər baş verir. Hə, demək ki, olur. Sən niyə görə mən bunu yada saldım? Sən müəllim dedin. Hə, yəni eyni məsələlərdə müəllim olmasa da belə bu tipli ortamlarda da baş verir. Doğrudan məktəbdə necə idi? Biz məsələn sinif yoldaşımız dərs danışırdısa, bitirdi. Biz ona çətin sual vermirdik də ki, 5 alsın, otursun. Hə, ona görə eyni məsələ. Amma universitetdə üzrə biraz artıq fərqli olmağa başlayır. Başlayıb. Hə, fərqli yanaşmağa başlayırsan. Yeri gəlmişkən ikinci gündə biz bu təhsil, tələbəlik illərindən daha çox danışırdıq. Həm söhbətim Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova idi. Sən necə tələbəlik illərini necə xatırlayırsan? Yaxşı keçib, dolu yoxsa? Cəngəllikdə bir sərgüzəştlər deyərdim. Mənim universitet vaxtlarım. Təfəkkür Universiteti var idi. Ümumiyyətlə xatırlayırsan belə bir universitet? Niyə xatırlamıram? Təzəlicə olub da, yəni bilmirəm, kimdən soruşam, fakt yoxdur. Hamı mənə zarafat edir ki, sübut elə ki oxumusan. Hə, Təbriz küçəsində belə bir universitet var idi. Tələbəlik illərim orada keçmişdi 2006-2010-cu illərdə. Bir tərəfdən maraqlı idi. Yəni o məni bu arada mən təşəkkür edirəm Təfəkkür Universitetinə ki, onların yanaşması məndə müəyyən bir mütaliəçi və researcher hissini formalaşdırdı ki, az verirdilər biraz bilgilər. Və sən istər-istəməz getməliydin, araşdırmalıydın, gətirməliydin, nəsə özün bir ortaya qoymalıydın və s. Yeni təhsil metodları ümumiyyətlə budur. Görürsən, onlar özləri də hiss eləmirdilər ki, nə qədər qabaqcıl bir yanaşma sərgiləyirdilər, amma mən çox bir şey öyrəndim o yanaşmalardan. Və qaynayıb qarışırdıq. Açığı çox maraqlı keçirdi. Yəni qrup da özünə görə qrup idi. Yəni qaynayıb qarışırdıq, maraqlı keçirdi və s. Bəli, yəni fikirləşdiyimiz o tələbə formatı yox idi. Hansı ki biz məsəl üçün filmlərdə görürük və s. və axır. Və indiki dövrdə mənim gördüyüm məsəl üçün bu kampus yanaşması, uşaqların bir-birinə qaynayıb bir territoriyada hər hansı bir işgüzar kollaborasiyaları, nə bilim bir-birindən öyrənmə metodları mən çox sevirəm məsəl üçün peer-to-peer yanaşmasını. Yəni o vaxtlar təbii ki o yox idi. Necə bacarırdıq da öyrənirdik. Amma istənilən halda mən bunu həm yumorla, həm də çox isti yada salıram o müddətdə. Səndə çox aktiv keçib də həmin illər. Aktiv layihələrə falan qoşulurdunuz. Onda könüllülük proqramı çox yox idi. Yox, o vaxtda heç bir şey yox idi. Aktivlik ondan ibarət idi ki, sən biliklər dalıca qaçırdın və onları axtarırdın. Bu bir quest idi. Quest tipli bir şey idi. Bu arada sən necə məsəl üçün xatırlayırsan? Bax, indi əsas məsələlərdən biri odur ki, məsələn bəziləri deyir ki, tələbəlik illəri məsələ səndəki kimi keçməlidir. Daha çox akademikdir da. Yəni təhsil gəlirsən, öyrənirsən, dərsə fokus olursan və s. belə. Amma bəziləri deyir ki, yox, sən aktiv olmasan artıq əmək bazarına atılmaq oradan başlamalıdır. Sən təcrübə proqramları, könüllülük və s. müxtəlif belə keçirməlisən. Amma mən də elə keçirməmişəm. Mən də daha çox Axundov kitabxanasında keçirmişəm öz məktəb, daha doğrusu universitetlərimi, filologiya oxuduğuma görə xüsusilə və həm də introvert olduğuma görə həmin dövrlərdə daha çox introvert olduğuma. Oxşamıram? Yox. Hə, mən introvert idim. Ümumiyyətlə mən bu mövzuya çox skeptik yanaşıram da. İnsanların daxilində o da var. Introvert də var, ekstrovert də var. Mən də özümü daha yaxşı bilirəm də, mən nə edim. Yaxşı bilirsən, amma mən iddia edirəm ki, səndə ekstrovert də var, introvert də var. İndi o təbii ki, inkişaf etdir filan özünü biraz. Çünki biz həmin dövrdəki kimi deyilik də. Sən həmin dövrdəki Yusif. Yox, təbii ki, yox. Hə, o heç. Amma həmin dövrdə mən daha çox belə özünə qapalı, sakit dərs oxuyan belə universitet, kitabxana və s. bəli, tələbə. Aydındır. Hə, bu mənim məsələn tələbəlik illərim daha çox belə keçirdi. Amma yaxşı xatırlayıram. Mən bizim rektor Kamal Abdulla idi və çox mənim çox xoş oldu ki, məhz onun rektorluq etdiyi illərdə təhsil almışam. Bizdə bir sənə var idi universitetdə. Semestr imtahanına girə bilmək üçün sən hər semestr 10 kitab gedib də oxumalıydın. Wow. Hə, bədii ədəbiyyat və onu Kamal Abdulla özü təyin edirdi hansı kitablar olacaq. Sən 4 il ərzində həmişə belə olub. Yəni biz 4 ilə təxminən 80 kitab oxumuşam, amma onun yolunu tapmışdıq biz tələbə olaraq. Təbii ki, hər kəs gedib oxumurdu. Bir nəfər oxuyurdu, bölüşdürürdük ki, bunu sən oxuyursan, bunu sən və bir-birimizə danışırdıq. Belə olurdu. Hə, və Kamal müəllim deyirdi ki, bu belə okeydir. Yəni heç olmasa bunu eləyin. Eybi yox. Başa düşürəm nə edirsiniz, amma yaxşıdır. Və biz o gəlib kitabları danışırdıq ədəbiyyat kafedrasında və daha sonra bizi imtahana buraxırdılar. Mən bir çox kitabları da məhz elə oxumuşam. Maraqlı yanaşmadır. Bir rıçaqdır deyərdim də. Yəni sizi heç olmasa bu yolla ora gətirmək. Heç olmasa bu var idi sizdə. Yəni şanslıydınız. Mən həmişə çox pozitiv fikirlər və rəylər eşidirəm sizin universitet haqqında birbaşa olaraq rektorun yanaşmalarından. Çox gözəl.
Əla. Onun bəhrəsində indi də görürük, necə deyirlər, Bəli. sənin timsalında. Çox sağ ol, Yusif müəllim. Sən marketinq oxumamışdın da, yox, sən maliyyə oxumusan. Mən universitetdə beynəlxalq iqtisadi münasibətlər oxumuşam. Yəni makroekonomika, beynəlxalq belə deyək də, ölkələr arası olan iqtisadi yanaşmalar və s. Amma marketinqi mən sırf işimdə çalışmışam və müəyyən bir kurslardan keçmişəm vaxtilə. Bu həftənin 3-cü günü Türkan Fərzəliyeva, Müşfiq Azəriyar və Rəvan Beydullayev studiyamızdadır. Biz onlarla birlikdə strateji marketinq forumu və strateji marketinq nədir bu haqqda danışırdıq. Türkan məhz onu dedi ki, marketinqi bəlkə oxumaq o qədər də vacib deyil də. Çünki biz xarici ədəbiyyatları filan daha çox oxuyuruq və o özü indi sahibkarlıq fəaliyyətlə məşğuldur, startapçıdır. Məsələn deyirdi ki, mən indi başa düşürəm ki, orada oxuduqlarım tam boş deyil, amma sahibkar olanda başa düşürsən ki, əslində çox da lazım deyil. Sən sıfırdan özündə yeni bacarıqlar, yeni biliklər və s. inkişaf etdirməli olursan. Və biz həmin verilişdə başqa yaxşı bir məqama da toxunmuşuq. İstəyirəm indi onu da səninlə birlikdə eşidək. Böyük məmnuniyyətlə. Peter Drucker'in belə bir sözü var. Deyir, marketinq üzrə qüvvə, əgər siz marketinq prosesini əla şəkildə görsəniz, satış üzrə qüvvə sərfiniz sıfıra enəcək. Satışdakılar da sizin haqqınızda bunu deyir. Tamam, indi gəlin, mən adını çəkmədən məşhur bir marka, hamımız biləcək, telefon markası bilirik də hansından danışır. Onun sizcə satıcıya ehtiyacı var? Bilmirəm. Onu siz piştaxtada qoyacaqsınız, insanlar gəlib alacaq. Onu satmağa ehtiyacı yoxdur. Yəni biz klassik satıcıdan danışıram da, yəni bunu alın, bu belədir, bunu xüsusiyyətlər. Düzdürmü? Və ikinci bir məsələ, bizim satışa aid etdiyimiz bəzi xüsusiyyətlər əslində marketinqdədir. Nədir bu? Məsələn, biz ona şəxsi satış deyirik. Şəxsi satış promotionun hissələrindən biridir. Orada sales promotion var və s. Şəxsi satış nədir? Şəxsi satışda, məsələn, biz gedirik hansı bir avtomobil almaq istəyəndə salonda həmin o satıcı dediyimiz satış meneceri biz onu satmağa çalışır. Əslində o marketinqin içərisində olan, ona aid olan bir vahiddir. Ondan kənar deyil. Satış burada əslində nə ilə fərqlənir? Mən qısa şəkildə deyim. Böyük şirkətlərdə satış departamentləri böyük qüvvə şəklində çoxlu sayda ticarət nöqtələrinə məhsulu distribusiya edən, lazımi yerlərə, lazımi rəflərə onu aparıb qoyan bir işi görür. Bu işdən sonrası, yəni rəfdən çıxma məsələsi marketinqə aiddir. Əslində marketinq bu qədər böyük bir şeydir. Sadəcə biz bunu yenə də reklama qədər qısaltmışıq. İctimai radioda müzakirə başlayır. Nərmin Aşurzadə və Yusif Qasımov bu həftə iş dünyasında baş verən əsas hadisələri şərh edir. Belə, əgər yaxşı marketinq varsa bir markanın, bir brendin, o deməkdir ki, orada heç satıcıya ehtiyacı yoxdur. Bu müqayisə ümumiyyətlə hardan çıxdı kontekstdən? Yəni siz necə gəldiniz bu müqayisəyə? Sən özünmü onlar başladın ki, məsəl üçün satışın biraz məndə var, hə. Mən biraz belə etdim, onları qarşı-qarşıya trigger elədin onları da. Mən belə başa düşdüm ki, mən sevirəm belə satışla marketinq qarşı-qarşıya gətirmək, marketinqlə maliyyəni qarşı-qarşıya gətirmək. Belə mən onlar bir yerə düşən kimi mən məsələni qaldırıram. Bu dəfə də biraz elə oldu, açığı. Amma Müşfiq bəy özü də ona gətirib çıxardı. Yəni o deyirdi ki, bir satışı deyir, daha doğrusu marketinq deyir, kiçiltmək lazım deyil ki, bu ancaq PR-dır, ancaq reklamdır. Xeyr, biz deyir ki, oradan başlayırıq ki, məhsul harda fikirləşilirsə artıq, məsələn, bu istehsal olunacaqsa bu qələm, artıq orada marketinq başlayır. Və biz onu necə satırıq? Birinci dəfə müştərini mağazaya gətiririk, o alır və daha sonra o yenə gəlir ikinci dəfə. O da bizik. Onun da marketinqidir. Orada yəni istehsal etmir onu, keyfiyyət etmir onu. Yenə onu ora ikinci dəfə gətirəndə marketinqdir. Mən deyirəm onda niyə satış adamlarına ehtiyac var ki, siz hər şeyi eləyirsinizsə? Səhv deyirəm. Yox, sualın məntiqlidir. Sadəcə ikisi də lazımdır. Marketinq də lazımdır, satış da lazımdır. Məsələ satıcılardan getmir, məsələ satışdan gedir. Orada bax məqam ondan ibarətdir. Yəni satışın belə deyək də həcmi satıcıların sayından belə deyək bağlı deyil. Yəni onlardan qaynaqlanmır. Bu birinci məqam. Yəni anladın nə demək istəyirəm? Yox. Yəni orada belə bir proporsiya yoxdur da. Nə qədər sənin çox satıcın olacaqsa, o qədər satışın böyüyəcək. Satıcı kimi deyirsən, piştaxtanın arxasında dayanan? Onun nümunə gətirdiyi o da ola bilər. Yox, satış departament var ha. Onlar nə iş görür? Onlar belə deyək də məhsulun satışı ilə məşğuldurlar. Amma
dediyim kimi də düzgün qurulubsa, məsəl üçün məhsuldan marketinqə, marketinqdən satışa və s. bu ümumi bir orqanizmdir. Onları bölüşdürməyə ehtiyac yoxdur. Mən ona görə sual verirdim ki, küçümsəməni kim edir? Bazarımız mı edir küçümsəməni? Marketinq kimi küçümsədilər marketinq belə deyək də, müzakirədən belə hiss olundu ki, marketinqə həmişə küçümsüyürsüz və ya bizim bazarımız marketinqin həqiqətən gücünü anlamır. Ona görə siz düşünürsünüz ki, biz zaten bir iş görmürük, PR görürük və s. Nəticədə satıcılar eləyir. Axı bu reallıqda hardasa bəlkə də elədir, amma ümumilikdə onun konsepsiyası elə deyil. Elə strateji marketinq də həmişə onu deyir ki, siz strategiyanı quranda, məsəl üçün bazara çıxmaq istəyirsiniz, brendin belə deyək də, mövqeləndirməsini təmin etmək istəyirsiniz. Heç vaxt satışla marketinqi ayırmayın. Bu bir strategiyanın tərkib hissələridir. Biri digərindən çıxır, digərinin davamıdır, törəməsidir, yanındakı partnyorudur və s. Ona gətirmək istəyirəm. Yox, əgər biz həmişə elə bir ki də iki tərəf müqabili kimi baxacaqsa, solda satışdır, sağda marketinqdir, kim kimi? Yəni bu belə məntiqlə zaten bir Aslında bizim bazarda belədir də. Kim onu qəbul edirsə, məncə yekun istəkləri əldə edə bilmir də hər halda. Çünki mənim gördüyüm yaxşı кейslər də var, pis də кейslər də olub. Çünki mən satışda da işləmişəm, marketinqdə də işləmişəm. Yaxşı olan nümunələrdə satışla marketinq çiyin-çiyinə bir sinergiyada nəticə gətirir. Yox, əgər biz konseptual olaraq, strateji olaraq yenə qayıdıram ora. Strateji olaraq onları bölürüksə, müqayisə ediriksə, kim yaxşı oğlandır, kim pis oğlandır, bir tərəfdən baxırıqsa, kim daha yaxşı, məsəl üçün, pul gətirən kimdir yekunda sualı veririksə, yarısı deyir ki, yox bizik, yarısı deyir ki, bizik, demək ki, strateji nöqteyi nəzərdən, yəni strateji marketinq mövzudur da, düzdürmü? Düzgün qurulmayıb. Nəzəriyyatdan danışırıq. Türkiyə tam haqlıdır. Yəni mən oxumuşam və s. sonra görürəm biznesdə başqa cür gedir. Amma yenə də nəzəriyyə bizim bir start nöqtəmizdir də, düzdürmü? Yəni onu bilməsək, hardasa necəsə biz onun cavabları tapa bilməyəcəyik istədiklərimizi. Mən keçən dəfə də onun adını demişdim. Philip Kotler müəllim çox gözəl yazmışdı vaxtilə kitabında ki, yəni strateji marketinq odur ki, əvvəlcədən siz hər bir şeyi bir ortama gətirirsiniz və heç nə yoxdur ortalıqda. Siz artıq başlayırsınız müəyyən bir hərəkətlərə. Başlayırsınız segmentlərə baxmağa, bazarı araşdırmağa, rəqibləri araşdırmağa. Yəni onun əsası. Müşkül onu deyirdi. Yəni də belə bir deyim var da, dəyərli təklif, value proposition. Yəni ki, bu strategiya marketinqin mərkəzidir. Ki bazar sənsiz də var. Sən peyda olunmusan, çox gözəl. Sən bazara gəlişinlə nə edəcəksən? Çalxalayacaqsan bu bazarı, əlavə növbəti bir alternativə dönəcəksən, yoxsa bu zənciri qıracaqsan. Əgər sən zənciri qırmaq istəyirsənsə, bir yenilik qatmaq istəyirsənsə, çalxalamaq istəyirsənsə, mütləq sənin bu dəyər təklifin olmalıdır. Əks təqdirdə assosiasiya oynayacaq və oyunçular, belə deyək də, istehlakçılar artıq bazarda olan, sənsiz olan artıq oyunçulara yol çıxacaqlar ki, yəni mən zaten eşitmişdim ki, filan sektorda filan şirkətdir, yəni ömür boyu da onlar idi və s. və s. Ona görə uzun sözün qısası, yəni satıcılar düzgün qurulmuş satış strategiyası lazımdır mütləq, mən belə deyərdim. Amma yenə də ona qayıdıram ki, onun realizasiyası satıcıların sayına bağlı deyil. Sən keyfiyyətli satış proses konsepsiyasını və strategiyasını yəni çox olmayan bir heyətlə də həyata keçirə bilərsən ki, marketinq komandasının mütləq şəkildə yəni sinergiya təşkil olunmalıdır. Başa düşdüm. Biraz uzun danışdım, amma düşünürəm ki əsəbləşmədin. Yox, qətiyyən yox. Sadəcə öz təcrübəmi yada saldım ki, yəni bu belədir və belə keyslər də olub, görmüşük. Məhz ona görə soruşurdum ki, əsəbləşmədin, çünki sən marketinq keçmişin var da, düzdür? O səsdə deyildi ki, əslində marketinqdə çalışanlar çox böyük, həmişə stres altında olur. Ən stresli peşələrdən biridir. Gəl bir də müşfiqin dilindən işləyək.
Amma marketinqdə mən bildiyim qədər araşdırmalar olmuşdu. Dünyanın ən stressli peşələrindən seçilmişdi. Bazar tez-tez dəyişir deyə ümumiyyətlə marketoloqlar bir şirkətdə hətta 2-3 ildən artıq qalmırlar. Tez-tez dəyişirlər şirkətdə. Amma baxın siz bunu deyirsiniz, mən gözümün önünə gətirirəm tanıdığım bütün marketoloqları. Tanıdığım ən pozitiv insanlardır. Heç stressli olan oxşamırlar. Bu pərdə arxası belə deyə də görüntülərin gizlənmiş ancaq səhnədə olan hissəsidir. Yaxşı gizlədə bilirlər. Bəli, yaxşı gizlədə bilirlər. Əslində bu ixtisasın, bu ümumiyyətlə bu peşənin özünün xüsusiyyəti budur. Siz çünki bir şeyi reklam edəndə belə onun o neqativlərini gizlədib ancaq pozitiv tərəflərini verməlisiniz. Stres keçirirdin marketinqdə olanda? Məncə hər bir peşədə stressli hissə var. Mən bilmirəm o statistika və o araşdırma harda olub. Mən düşünürəm ki, hər bir insan indi deyəcək ki, mənim peşəmdə də olduqca çox bir stressli vəziyyətlər olur və s. Amma mən Azərbaycan bazarında sən dediklərimə mən birincisi qoşuluram bir tərəfdən. İkincisi də ki, bizim Azərbaycan bazarımızda məsəl üçün tez marketoloqlar məsəl üçün tez getmirlər. Mən də çox vaxt görmüşəm ki, hər hansı bir marka ilə konkret ad assosiasiya olunur. Falan marka, marketoloq filankəs o filankəs. Nəyə görə? Çünki vaxtı ilə boya başa çatdıran o olub. Ya da marketoloq öz marketinqini daha çox edib. Nəinki həmin markanı. O da istər-istəməz o tərkib hissəsidir. Onun necə deyək, yəni biz bunu heç vaxt istisna etmirik. Yəni həm də bazar da balacadır deyə. Bu normal hal kimi mən buna baxıram. Ona görə marketoloqlar tez-tez şirkətlər dəyişir yanaşması ilə o qədər də razı deyiləm bu kontekstdə. Və mən getdim, araşdırdım ki, ən çox stressə məruz qalan peşələr hansılar. Əslində düz deyir. Düz deyir. Yəqin həmin araşdırma. Yox. Mən müxtəlif araşdırmalara baxırdım və ümumiləşdirmə etsəydi indi. Birinci yerdə təbii ki, hərbiçilərdir. Ən çox stres altında onlar olurlar. Daha sonra tibb işçiləri, həkimlər, tibb bacıları və s. Fövqəladə xidmətlər, məsələn, yanğın söndürənlər, polis, təcili çağırış mərkəzləri, jurnalistlər, müxbirlər, biz də sən demə çox stressə məruz qalırıq. Müəllimlər və ümumiyyətlə təhsil sektorunda olanlar, onlar da. Və daha sonra həmin siyahıda sonda isə bəli qeyd olunub ki, maliyyədə olanlar, maliyyəçilər, çünki onlar daimi risklər, böhranlar və s. iqtisadçılar və bir də marketoloqlar. HR-lar yoxdur, fikir verirsən? Bəlkə yazıqlara gəlib çıxa bilməyiblər yəqin ki, bu nöqteyi nəzərdən. Amma maliyyəçi dedin ha, o çox güman ki, konsaltant şirkətlərə də aiddir. Məsələn, böyük dördlük deyilən bir yanaşma vardı maliyyə təşkilatlarında. Orada gecə-gündüz qrafiki yoxdur. Daha doğrusu normal qrafik yoxdur. Gecə-gündüz insanlar işləyir. Elə stres məsələsi də stressin səviyyəsi də oradan qaynaqlanır. Yəni. Bu 4-cü gün yeri gəlmişkən qonağım maliyyəçi idi. Maşallah bu həftə ikinci maliyyəçidir deyəsən də, düzdürmü? Birinci iqtisadçı idi, üzr istəyirəm. İqtisadçı idi, indi isə maliyyəçi. İqtisadçı ilə maliyyəçinin fərqi nədir? Mən bilmirəm, əvvəlcədən deyirəm, səndən soruşuram. Mənə də universitetdə o suallar verirdilər. Valla mənim dəqiq cavabım yoxdur. Biz belə mən onun timsalından gedəcəm. Bizim qrupumuzun adı, ümumiyyətlə istiqamət, fakültənin adı ümumi iqtisadiyyat adlandırılırdı və 2 istiqamətə bölünürdü. Beynəlxalq iqtisadi münasibətlər və maliyyə və kredit. Və mən belə hamını oxumaq istədiyi. Əksər elə maliyyə kreditdə idi. Biz hardasa bir 3-4 nəfər oturmuşduq orada. Makroekonomikadan, makroiqtisadiyyatdan danışırdıq. Mən belə anlayıram ki, iqtisadiyyat bu daha geniş, daha ölkələr arası və miqyas nöqteyi nəzərdən daha böyük bir şeydir ki, orada artıq ölkənin mövqeyi, siyasi məqamlar, diplomatiya da var, orada digər məsələlər də var. Maliyyə isə sırf rəqəmlər, qazanc, artım, profit, yəni mənfəət və zərər mövzuları. Birinci iqtisadçı gəlir, sonra maliyyəçi, sonra mühasib. Yəqin belə ardıcıllıq qurmaq olar. Yox, məncə mən o düzgün insan deyiləm hansı ki bu bölgünü sənə deyəcək. Daha yaxşı, məndən daha yaxşı bilənlər var. Fikrimcə elə deyil, yox. Fikrimcə fərqli müstəvilərdir, fərqli istiqamətlərdir. Hərənin öz yeri var və onlar elə bir ki pilləkən kimi deyil də. Əvvəl ondan sonra o birisi və ya digəri elə bir yanaşma yoxdur. Amma mühasiblərin məsəl üçün maliyyəçilərlə yaxınlığı daha çoxdur, nəinki məsəl üçün iqtisadçılarla. Və biz
Fərid Mustafayev idi qonağım, maliyyəçi. Fərid həmçinin yüksəliş müsabiqəsinin qalibidir. Biz onunla birlikdə təbii ki, həm yüksəliş haqqında danışdıq, həm də qərarların qəbulunda risk və qeyri-müəyyənliklərin idarə edilməsi bu ən sevdiyim mövzulardan biridir. Fəridlə danışdıq və indi gəl Fəridin orada qeyd etdiyi və mənim diqqətimi çox çəkən bir məqam birlikdə işləyək, daha sonra davam edərik. Okay. Belə bir yanaşma var ki, ümumiyyətlə buna decision fatigue deyilir akademik dildə, yəni qərar yorğunluğu. Yəni insan çox qərar verdikcə, zaman keçdikcə gün ərzində qərarların keyfiyyəti aşağı düşməyə başlayır. Bununla bağlı statistik çox araşdırmalar aparılıbdır. Məsələn, adi bir bank rəhbərini, bir kredit mütəxəssisinin günün birinci yarısında verdiyi qərarlar, ikinci yarısında verdiyi qərarlardan bir qayda olaraq statistik olaraq daha yaxşı nəticə verir. Bu göstərir ki, zamanla beyin yorulur, çünki bütün qərarları verərkən biz enerji sərf edirik. Bununla maraqlı müəyyən böyük şirkətlərin CEO-larının, yəni rəhbərlərinin də yanaşmaları var ki, onlar adətən rutin eləyirlər bunu. Məsələn, gündəlik hansı paltarı geyinim, bunu rutinləşdirir və buna enerji sərf eləmir. Və ya məsələn, səhər yeməyində nə yeyim, bunların hamısını planlaşdırır başdan və artıq gündəlik olaraq enerji sərf eləmir. Həmçinin səhv etmirəmsə Amazonun CEO-su, yəni rəhbəri Jeff Bezosun belə bir yanaşması var idi ki, günün birinci yarısı vacib qərarlar verin, ikinci yarısı artıq səhv etmə şansınız xeyli çoxalır. İctimai radioda müzakirə başlayır. Nərmin Aşurzadə və Yusif Qasımov bu həftə iş dünyasında baş verən əsas hadisələri şərh edir. Jeff Bezos nümunəsi ilə tam razıyam. Onların kitabında Working Backwards kitabında açıq-aşkar bu mövzuda qeyd olunub. Var belə bir şey. Nə axşamdan həll edir? Yoxsa günün birinci yarısına ən əsas vacib qərarları saxlayırlar ki, beyin hələ ki şəffafdır, yəni ki təzədir, fresh beyindir. Nahardan sonra da artıq müəyyən bir rutin məsələlərdir və s. Yeganə məni narahat edən məqam ondan ibarətdir ki, düzgün vurğulayırdı sənin qonağın və yeganə məqam odur ki, hər bir şey belə əvvəlcədən planlaşdırsan, biraz sünilik alınır, bilmirəm. Yox, süni alınmır. O çox nizamlı, intizam. Mən həmişə istəmişəm elə olum. Həmişə hər şeyi əvvəlcədən planlayıb və valideynim də, mama da həmişə deyirdi ki, məktəb çantağı axşamdan yığ, hazırla səhərə. Mən onda da eləyə bilmirdim. Yox, başqadır axı. Yox, oradan başlayır da. Hər şey bir bax eyni ondur ki, bir gün əvvəlcədən sən səhər nə geyinəcəksən, səhər yeməyi nə yeyəcəksən, hansı işləri görəcəksən. Bax səhər yeməyi məsəl üçün də dedik ki, yəni ki, düşünmürlər artıq səhər yeməyi və s. Bəlkə səhər durdun ürəyin yumurta istədi məsəl üçün. Eynən, mən də elə düşünürəm. Əvvəlcədən sən deyirdin ki, mən səhər duracağam, nə var orada? Meyvə atışdırıb qaçacağam. Durdun istədin, istəyirəm yumurta. Bax onu deyirəm mən. Çanta yığmaq okey. Çanta yığmaq məsələsini biz keçən dəfə Atomik vərdişlər kitabında danışmışdıq. Həməndə o da yoxdur. Orada da deyilir ki, məsəl üçün elə yığ ki, yəni vaxtı boş şeyləri sərf eləməyəsən. O başqa şeydir. O vərdiş, disiplina və s. Amma səhər oyandın. Məsəl üçün mənim keçmiş bir iş yoldaşım vardı. Deyirdi ki, mən bax səhər dururam, nastroyenim necədirsə mən elə geyinirəm. Çox sağlam yanaşmadır mən belə düşünürəm. Bir gün gördüm ki, pencəkdə qalstuk da gəlir. Bir gün ertəsi gün görürəm ki, sneakerslər də gəlir, maykada və s. və axır. Yəni mən həmin o sünilikdən danışıram ki, bəs insan olmağa nə vaxt çatdıraq biz? Mən tamamilə səndən razıyam. Nə vaxt təbii olacaq? Mən tamamilə razıyam. Sadəcə burada dəstəkləyir. Alqış səsi təəssüf ki, ya da effektlə xahiş edəcəm ki, montajda bura bir alqışlar qoysunlar. Belə, amma ümumən tam doğrudur, vurğuladı. Jeff Bezosun mövzusu tam, yəni ki, var belə bir şey. Mən razıyam. Özüm də onun nümunəsiyəm. Səhər insanı olduğuma görə nahara qədər mənim beynim tam belə aktiv formada çalışır. Amma elə insanlar, yenə insan faktoruna gəlib qayıdırıq. Elə insanlar da tanıyıram ki, hansılar ki, gecələr ekstra produktivdirlər. Bu yaradıcı insanlar daha çox belədir. Məsələn, ilham pəriləri gəlir, axşam oturur, hamı yatandan sonra evdə tam sakitlik olsun, gecə qaranlıq və s. Demək istəyirsən ki, mən yaradıcı insan deyiləm də, belə çıxdı. Məncə biz yox, bilirsən necə? Sən özü yaradıcı hesab edirsən tam. 100%. Yaradıcı və kreativ insan. Yox, mən tam özümü yaradıcı saymıram əslində. O dəyişir də. Bəzən yaradıcı oluram, bəzən sadəcə belə texniki gedirəm. Yəni belə həmişə eyni bir şey olmur. Ola bilər. Sən amma həmişə yaradıcı insansan. Yəni xüsusiyyətim belədir, yəni belə yaradıcı adamam da. Yəni rutin tasklar, rutin iş ümumiyyətlə, yəni məni çox tez yorur. Mən onunla ümumiyyətlə məşğul olmaq belə istəmirəm, yəni. Başa düşdüm. Bəs söhbət eləmək necə? Müsahibə almaq, söhbət eləmək. Çox. Oturasan, axşama kimi söhbət eləyim mən. Heç yorulmuram da. Bu yəqin coachingdən də gəlir səndə, sual verməyə. Coachingdən daha çox dinləməyi öyrənmişəm.
Çünki coachingdə sən çox danışa bilmərsən. Bu bir tərəf. Amma danışmağı da xoşlayıram yəni. Biz bu həftənin 5-ci günü Sərxan Rüstəmovla birlikdə Larry Kingin Amerikalı televiziya və radio aparıcısı, həmçində bir neçə kitabın müəllifidir. Onun məşhur bir kitabı var. İstənilən şəxslə, istənilən vaxt, istənilən yerdə necə danışmaq. Wow. Mən açıq deyim, oxumamışam o kitabı. Hə, mən oxumuşdum. Və əslində bax bilirsən mənə hansı təəssürat gəlirdi. Bəzi məqamlarda düşünürsən ki, mən bilmədən bunları əslində bax bu formada etmirəm. Təbii ki, öyrəndiyin çox şey də olur. Başa düşürsən ki, yəni artıq belə deyək bir daha aydınlanırsan ki, bəli, bunu belə etmək lazımdır və daha sadə həll yolları ilə sənə göstərir. Amma bəzi məqamlar var ki, məsələn də deyir ki, müsahibə alırsansa, bu nə deməkdir? Müsahibə. Səncə müsahibə almaq nədir? Bunun fəlsəfəsi nədir? Kimdənsə müsahibə almaq? Çətin suallar vermək. Sən elə başa düşürsən. Və onun nəticəsində insanın o çətin suallara necə cavab verməyini sezmək, müşahidə etmək. Mən həmişə düşünmüşəm ki, mən əgər kimdənsə müsahibə alıramsa, sual verirəmsə, bu birinci o deməkdir ki, mən səndən bir addım daldayam. Mən özümün arxada olduğumu qəbul edirəm. Maraqlı prizmadır. Hə, yəni mən daha çox dinləyirəm. Mən sənə sual verirəm. Mən sən maraqlısan. İndi bu dəqiqə sən maraqlısan, məsələn. İnsana belə yanaşırsan. Və mən səndən bir addım arxadayam. Bunu qəbul da edirəm. Ona görə məhz o müsahibələr, hardakı müsahibə alan özünü ikinci plana rahat qoya bilir və qarşısındakı birinci planda, yəni bütün fokus, bütün işıqlar bəli. O müsahibələr həmişə çox maraqlıdır. Razıyam. Hardakı müsahibə alan daha çox danışır və özünü yəni həmsöhbətin timsalında daha ağıllı göstərməyə çalışır. Məsələn, mən o müsahibələrə baxa bilmirəm. Yəni deyirəm, niyə çağırdın bunu? Amma məsəl üçün bir paradoks var da, Ivan Urgant paradoksu. İvan o qədər danışır, amma paralel olaraq sən hiss eləmirsən ki, elə bil ki o daha çoxdur. O məsəl üçün mən həmişə maraqlı. Orada heç kim onu kölgədə qoya bilmirdi əslində. Amma hiss edirsən ki, onun məqsədi də o deyil ki, həmişə göstərsin ki, bir dəqiqə kimdir burada nömrə 1. O hissiyatı vermir, amma digər tərəfdən də çox da danışır. Bəlkə başqası eləsəydi, çox güman ki, nəsə başqa kənardan başqa cür hiss elərdi. Ona görə mən paradoks adlandırıram bunu. Razıyam. Amma digərlərdə məsəl üçün sən vurğuladığın amili mən də sezmişəm ki, o vaxtı uyğunu və uğurlu olur ki, az olur sual verən, daha çox olur cavab verən. Və burada da məsələn kitabda da qeyd olunur ki, müsahibəli əslində o demək deyil ki, sən o mövzuya tam hakimsən. Sən hakim olsan da yaxşı olar. Yəni müəyyən qədər biliyin olsun ki, o mövzuda. Agahlıq olmalıdır. Amma bəzən bilirsən necə olur Yusuf? Məndə efirlərdə də olur. Mən o mövzunu tam bilmirəm. Çünki hər gün hər mövzunu tam, yəni hakim ola bilmirsən də bəzi mövzulara. Və hətta bilmədiyin mövzularda insanları danışdırmaq. Orada daha məsələn sadə suallar olur, daha səmimi suallar. Bu necə eləyirsiniz? Bu necə olur? Və sonra məsələn belə suallar olur. Halbuki hansı ki bu bir çox insanları düşündürür də. Məsələn sadə insan da bunu düşünür. Biz orada strategiya qurmuruq ki, bir ağıllı sual verim, hamı görsün ki, nə qəşəng sual verdim. Sadəcə sənin nə maraqlıdırsa onu soruşsan və bilmədiyin mövzularda da başlayırsan araşdırma etməyə sanki. Və o müsahibələrdə çox yaxşı alınır. Yəni deyir ki, siz qorxmayın ki, mən bu mövzunu bilmirəm, bu istiqaməti bilmirəm. Orada mən necə müsahibə alacağam həmin insanla. Orada da rahat və suallar maksimum. Məsələn, bir neçə istiqamətə bölür də. Deyir ki, ümumiyyətlə ünsiyyət hamı ilə hər yerdə mümkündür. Bu fikirlə razısan, hamı ilə hər yerdə mümkündür? Mən razıyam, bəli. Razıyam. Amma mən onunla tam razı deyiləm. Hamı ilə razıyam. Hər yerdə nəyi nəzərdə tutur mənim üçün biraz sualdır. Amma mən belə düşünürəm ki, hər bir insanın dilini tapmaq olar. Elə bir insan yoxdur ki, onunla qətiyyən dil tapmaq olmur. Həmişə eşidirik də, yəni bu adamla necə yola getmək olar? Qətiyyən eşidən qulağı yoxdur və s. Demək ki, mən həmişə onun tərəfdar olmuşam ki, demək ki, ona xoş olan melodiyanı tapa bilməmisiniz ki, o qulaq eşitmir. Tapmaq olar. Mən belə yanaşıram. Öz üsulu var. Hə, istənilən insanın açarlarını tapmaq olar. Məsələn, ən çətin hansı insan açarını tapmaqdır sənə? Necə xarakteri olan? Ən çətin. Çox danışanmı, yoxsa yox, az danışan? Nə çox, nə də az. Təkəbbürlü mən deyərdim. Toksik və təkəbbürlü insan. Belə bir hissiyat yaradır ki, sən heç burada olmasan da yaxşı olardı. Sən gəlib mənlə niyə danışırsan? Bax belə hiss olanda insanı danışdırmaq belə istəmərsən. Bax bu keyslərdə ola bilər. Amma məsəl üçün az, çox, nə bilim ekspressiv və ya qapalı, onlarda bir problem görmürəm. Çünki mən yenə qayıdıram ki, yəni sən nə qədər çox dinlədikcə
məsələnin hansı kökündə olmasını hiss etmiş olursan. O səndə varsa təbii ki. Və nəticədə lazım istədiyi əldə edə bilirsən. Məsəl üçün sən bayaq vurğuladın ki, suallar vermək və s. və axır bu da bir incəsənətdir əslində. Mən onu elə qəbul edirəm. Hər bir müsahibə götürən güclü müsahibə, yəni taftologiya alındı, müsahibə götürən deyil. Bacarıqlılar həmin sualları verə bilir. Bacarıqlılar və müəyyən bir istedada malik olanlar bu prosesi incəsənətə çevirir və qarşındakı o cavablayan da artıq müəyyən bir həzz hissi ilə artıq cavablandırmağa başlayır. Çünki əks təqdirdə maşallah indi YouTube-un mövcudluğunu o qədər biz yerli demirəm, əcnəbi müsahibələri görürük, çox populyar. Görürsən ki, qarşı tərəf yorulur, açılışa bilmir. Sonra kommentlərdə də qınayırlar ki, bu dəfə alınmadı, sən qonağı aça bilmədin, onlardan istəklərimizi ala bilmədik. Amma belə ola bilər. Ola bilər, bu da həmişə ola bilər. Çünki canlıdır. Sən bunu etmirsənsə, olur ki, yəni sadəcə sən həmin gün o insan, bu iş müsahibəsində o HR-ların gördüyü biraz işə oxşur. Adam çox peşəkardır. Bəli. Amma o həyecanlı gəlir. Sən onu aça bilmirsən. Necəsə olur, alınmır. Belə də olur, razıyam. Və bir cümləsi, orada işlədilən bir ifadə çox xoşuma gəlir ki, deyir hazırlıq bu vacibdir əlbəttə ki, amma spontanlıq daha dəyərlidir. Sevirəm. Hə, bir spontan insan. Çox. Yəni spontanlıq, improvizasiya, çünki sən necə hər şeyə hazır olmaq qeyri-mümkündür. Sən müəyyən bir planla gəlirsən, o bayaq ki bundan əvvəlki bir mövzu var idi, risklər və qeyri-müəyyənlik. Oradan gəlirik də. İndiki dövrdə sən əvvəlcədən 100% heç nəyə hazır deyilsən. Sən müəyyən bir planla gəlirsən, hökmən yol üstü bu planda müəyyən bir dəyişikliklər baş verəcək. Mütləqdir. Artıq sən bu dəyişikliklərə, gözlənilməyən bir çalarlara, cizgilərə necə reaksiya verirsən, hazırsan və ya hazır deyilsən, artıq sənin həm peşəkarlıq səviyyəsindən, həm də hazırlığından söz açır. Aydındır. Xoşuma gəldi bu həftəlik mövzular, danışdığımız mövzular. Mənə hər həftə xoş gəlir. Çünki əvvəldə də vurğuladığım kimi seçicisiz o mövzular hansılar ki gəlir. Sən özün də etiraf edəcəksən. Mən həmişə sənə deyirəm ki, hər şeyi belə demə də mənə. Mən gələcəm burada necəsə onu hiss eləyəcək. Onun 2 qat həzzini alıram burada və komandaya da sənə də çox təşəkkür bildirmək istəyirəm. Biz də sənə çox təşəkkür edirik. Çox xoş oldu səninlə bu həftədə görüşmək. Çox sağ ol. Ümid edirəm ki, gələn həftənin də 5-ci günü saat 8-də burada olacağıq. Özünüzdən müğayət olun.